Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün sizlərə Biləcəri qəsəbəsində, Yəhya Hüseynov küçəsində fövqələdənin binalarına yaxın 2 otaqlı, əsasən də Kubcalı mənzil axtaran müştərilərin nəzərinə belə bir gözəl evin təqdimatını edirik. Hörmətli izləyicilər, ilk başda sizə evin məlumatını təqdim edim, sonradan evin görüntüsünü təqdim edəcəm. Ev yerləşir Biləcəridə, qeyd etdiyim kimi Yəhya Hüseynov küçəsində, 2 mərtəbəli binanın 1-ci mərtəbəsindədir. İstilik sistemi kombidir. Ümumilikdə evin Kubcada olan kvadratı 46 kvadrat, amma təxmini belə 80 kvadrat metrə yaxındır. Buyurun, tam ətraflı şəkildə baxın. Mətbəx, xol, sanitar qovşaq, qonaq otağı hamısı istipoldur. Evdə hal-hazırda yaşayış yoxdur. Bura qonaq otağı. Bunlar hamısı divara yığılmış şkaflardır. Eyni qaydada da bu tərəfdə. Bura bir yataq otağı. Bura ikinci yataq otağı. Bu yataq otağının girişi həm otaqdan otağa, həm də bu artırma olan hissədən girişi mümkündür. Yəni kim istəsə bu göstərilən aranı bağlayıb, yəni otaqdan otağa girişi bağlaya bilər. Əlavə bu tərəfdən girişi verə bilər. Bura isə artırma olan hissədir. Kim istəsə həyəti, yəni sahə və yaxud da letni mətbəx kimi istifadə edə bilər. Manqalı falan, kladovkası. Hörmətli izləyicilər, baxın, qeyd elədiyim kimi bu otağın girişi həm qonaq otağından var, həm də istəsəz yataq otağından var. Burada bayaq baxdığımız qonaq otağının girişi. Hörmətli izləyicilər, evin qeyd elədiyim kimi kubcası var. Kubcada 46 kvadrat metr qeyd olunub. Amma belə faktiki sahə 80 kvadrat metrə yaxındır. Evin start başlanğıc qiyməti 90.000 manatdır. Real alıcıya evə gəlib baxandan sonra birbaşa sahibi ilə əlaqə saxlayacaq, sahibi ilə görüşdürəcək, qiyməti özləri söhbət eləyəcək. Zəhmət olmasa, hörmətli izləyicilər, kanalımıza abunə ol, videolarımızı bəyənin. Biz də sizlərə tez-tez təqdimatları çəkib təqdim edək. Kimin satışda olan mənzili, həyəti, obyekti varsa, zəhmət olmasa videonun yuxarı hissəsində göstərilən nömrə ilə əlaqə saxlayın. Gələk evlərimizin çəkilişini edək, tez zamanda satılmasına kömək edək. Buyurun, videomuzu bəyənin.